Değerli izləyicilər, sizləri Məhəmmədi kəndindən dostlar salamlayıram. Sizlərə 5 sot torpaq sahəsinin içində bax belə bir möhtəşəm, əzəmətli evdən gəlmişik ki, bax bu evə ev də demək olar, villa da demək olar, bağ evi də demək olar. Dostlar, əgər bağ evi axtarırsınızsa, bu videonun sonuna qədər izləyin. İstədiyiniz bağ evini tapmışam. Həyətində bax belə dekorativ ağaçlar var və burada gördüyünüz kimi bir Emin bəy göstərin, limon ağacını göstərin, maşallah, bir yarım kilo vardı. Və bisetkası var, əlavə bir dənə də limon ağacı var. Evimiz, bağ evimiz deməli 5 sotun içində inşa olunubdur. Nəzərinizə çatdırım ki, dostlar, burada sotu, bir sotu. Deməli, bir sotu 10.000 manatdır, 50.000 manat bu eləyir. Ara kəsməsi monolit və 5 otaq, düzdürmü? 5 otaq da, hə, 5 otaq. Deməli, hardasa bu evi, bu ərsi, bu qiymətə ərsiyə gətirmək olmaz. Ona görə bazar dəyərindən aşağı qiymətə təşrif olunur. Yəni şəhərin səsindən, küyündən uzaq bir yerdə gəlib ömrünüzün qalan hissəsini də başa vurmaq istəyirsinizsə, bax burada gözəl bir yerdir. Allah Taala uzun ömür can sağlığı versin. Hər kim evini, torpağını satmaq istəyir, bizə müraciət eləsin, köməkli eləyək. Bax burada əkin əkməyə, bostan, bağ. Yəni olur ki, pensioner əmi dayı olur da, bax eləncə insanlar üçün daha əlverişli olar. Deməli, Yanardağda dostlar, Yanardağ restoranının yaxınlığındadır, 217 nömrə marşrutun yaxınlığındadır. Və Emin bəy, buranı da göstərək dostlarımıza, izləyicilərimizə. Bax, burada belə bir bisetkası var. Yəni, evdə çoxdan da yaşayış yoxdur. Bir balaca istəsəz, həyətə bacı əl gəzdirə bilərsiniz. Yəni, məhlət ki, belə deyək də, çox geniş məhləsi var. Bax, burada evimizə daxil olanda gördüyünüz kimi hol hissəsi var, dostlar. Bu qapılar da ki, öz sözünü deyir ha. Tacla işlənilibdir. Bura hamam ayaq yolu 1-ci mərtəbədə. Çox keyfiyyətlidir. Ara kəsmə beton. Bugünkü gündə Allah şahiddir ki, ərsiyə gətirmək olmaz. 10-15 min, bəlkə də 15 mindən çox pul gedir ora. Hardasa ben torpağın gələndə, nə bilim, üzünün ağlayın gələndə Allah şahiddir ki, bu ev sizə havaya düşür. Və burada gördüyünüz kimi belə bir geniş qonaq otağımız var. Çox səliqəlidir, müasir. Yəni evdir, səliqəli, keyfiyyətli evdir. Beləncə kim ev axtarırsa bizim səhifədə mütləq takib atın. Beləncə gözəl evlərlə qarşınıza çıxa biləcəksiniz. İstəyimdə dostlar, kombidir. Gördüyünüz kimi pəncərələrə də diqqət eləyin. Karışın pəncərələr, sonra raşotkası kimi vardı. Yəni bu ev qıraqlı, ağla ilə işlənib. Bu ev dostlar çox keyfiyyətlidir. Şəxsi istifadəsi üçün iş olunubdur. Hardasa bir 5 il, 6 ildir ki, yaşayış yoxdur. İkinci mərtəbə ilə də buyurun mən sizi tanış edeyim. Dostlar, burada bizim ikinci mərtəbəmizin eyvanıdır. Çox sərin, çox